Salam əziz müəllimlər. MİQ və sertifikasiya sınaqlar toplusunun 10-cu sınağının suallarına baxaq. Doğru fikirləri müəyyən edək. Paletka ilə ölçmə işləri xəritənin yalnız xüsusi miqyasına görə aparılır şərti yanlışdır. Çünki ehtimal ki, böyük miqyaslı xəritələrdə baş miqyasla da bu ölçmələri aparmaq olar. Ona görə də birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Respublikamızda mərmər yataqları yalnız 2 təbii vilayətdə yayılmışdır. Bu da yanlış fikirdir. Çünki mərmər yataqlarımız Daşkəsəndə, Naxçıvanda, Qubada və Ağdamda var və bunlar başqa-başqa vilayətlərdədir. Deməli, ikinci şərtdə yanlışdırsa, Y variantında silmək olar. 5 dekabr tarixində şimal yarımkürəsində qütb günüzləri müşahidə edilmir. Biz bilirik ki, Günəş ekvatordan cənuba doğru keçdikcə, yəni 23 sentyabrdan sonra şimal yarımkürəsində qütb gecələri başlayır. Yəni Günəş ekvatordan 1 dərəcə cənuba keçsə, 89 dərəcə şimal enində qütb gecəsi yaşanır artıq. Deməli, üçüncü şərt doğrudur. Üçüncü şərtin verildiyi yalnızca A variantı var. Baxaq, reqresiya nəticəsində səthi örtüyünün əks etdirmə qabiliyyəti artır. Bilirik ki, reqresiya quru mərhələsidir. Yəni, yer səthində qurunun artmasıdır. Quru artırsa, deməli, səth örtüyünün əks etdirmə qabiliyyəti də artır. Transkresiya zamanı səth örtüyü su idi və səthin əks etdirmə qabiliyyəti azalmalıydı. Deməli, dördüncü şərt də doğrudur. Amma 3 və 4-ün eyni anda verildiyi variant yoxdur. Kalahari çökəkliyində eyni adlı səhranın yerləşdiyi ərazinin mütləq hündürlüyü Qaraqum səhrasının yerləşdiyi ərazinin mütləq hündürlüyündə daha çoxdur. Bu da doğru fikirdir. Belə ki, Kalahari Afrikanın cənubundadır. Xəritəyə baxsaq görərək ora qəhvəyi rəngdədir. Qaraqum səhrasının verildiyi yer isə Mərkəzi Asiyadadır. Yəni Turan ovalıdadır. Xəritəyə baxsaq görərək ora yaşıl yerdir. Yəni fiziki xəritədə. Deməli, 5-ci şərt də doğrudur. Çerapunji məntəqəsində düşən atmosfer çöküntülərinin böyük hissəsi mənşəcə oroqrafik yağıntılar növünə aiddir. Bu da doğru fikirdir. Belə ki, biz bilirik ki, Çerapunji stansiyası Himalay dağlarının cənubundadır və Hind okeanından gələn rütubətli havanın Himalay dağları tərəfindən qarşısı kəsilməsi oroqrafik yağıntılara səbəb olur. Deməli, 6-cı şərt də doğrudur. 3, 4, 5, 6. Bunların hamısı doğrudur. Deməli, ya A ya da C variantı hər ikisi götürülə bilər. Burada həm A, həm də C variantını götürmək olar, amma müəllif öz Instagram səhifəsində C variantını doğru götürüb. İkinci suala baxaq, əziz müəllimlər. Cədvələ əsasən bütün ucqa nöqtələrinin düzgün verilmədiyi bəndi seçək. Burada gördüyümüz qədər bizdən yarımkürələr verilib və o yarımkürələrə uyğun ucqa nöqtələrin doğru verilmədiyi, hamısının doğru verilmədiyi sıranı seçəcəyik. Birinci sırada Dejnev burnu. Burada şimal və şərq verib. Dejnev isə Qrinviçdən sağda olduğuna görə şərqdir. Üzr istəyirəm, 180 dərəcəli meridiandan sağda olduğuna görə qərb yarımkürəsindədir. Deməli, bizə Dejnev lazımdır. Pi, cənub və şərq yarımkürəsi deyir. Pi burnu ekvatordan biraz yuxarıdadır, Malakka yarımadasının ucunda. Şimal olmalıydı. Deməli, Pi də bizə lazım olan, yəni düzgün verilməyən ucqa nöqtədir. Şimal və qərb, Nordkin burnu. Bilirik ki, Nordkin burnu Skandinaviya yarımadasının şimalındadır. Avropanın ucqa şimal nöqtəsidir. Və Qrinviçdən sağda olduğuna görə qərb deyil, şərq verilməliydi. Deməli, Nordkində yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. Cənub və qərb, Galinas burnu. Galinas Cənubi Amerikanın şimal ucqa nöqtəsidir və bu ekvatordan yuxarı olduğuna görə cənub deyil, şimal verilməliydi. Birinci sətirdə verilən ucqa nöqtələrin hamısı düzgün verilmədiyinə görə birinci sətir bizə lazımdır. Yəni A variantı
doğru cavabdır. Digər uzqar nöqtələrə də xəritədən baxıb təyin eləmək olar. Üçüncü suala baxaq, əziz müəllimlər. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağının dəyişməsi nəticəsində şimal qütb işğalma qurşağının cənub sərhəddi. Bilirik ki, şimal qütb işğalma qurşağının cənub sərhəddi şimal qütb dairəsidir. Yəni, normalda 66,5 dərəcə şimal enidir. Hal-hazır ki, sərhəddən 5,5 dərəcə şimala tərəf. Yəni, 66,5-in üstünə 5,5 gəlsək, olacaq 72 dərəcə şimal eni. Yerini dəyişmişdir. Bu zaman kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliklər arasındakı məsafə miqyası 1 bölünsün 6.660.000 olan xəritədə nə qədər olar? Əvvəlcə biz kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliyin hara olduğunu bilməliyik. Biz bilirik ki, Günəş zenitdə olduğu yerdə kölgə sıfıra bərabər ola bilər. Və Günəş ildə bir dəfə zenitdə olduğu yer tropiklərdir. İki tropikin arasında istənilən yerdə Günəş ildə 2 dəfə zenitdə ola bilər. Və biz artıq bu şərtə görə tropik xəttlərin 18 dərəcə şimal və cənub enliyindən keçdiyini tapa bilərik. Belə ki, əgər şimal qütb dairəsi 5,5 dərəcə şimala doğru hərəkət edibsə, deməli, tropik xəttdə, şimal tropik xətti də 5,5 dərəcə cənuba doğru hərəkət edəcək və bu olacaq 18 dərəcə şimal eni. Və ya bunu bəsit yolu qütb dairəsinin keçdiyi coğrafi enliyi tapsaq, yəni 72 dərəcə şimal enindən söhbət gedir. O coğrafi enliyi 90-dan çıxsaq, tropik xəttin olduğu coğrafi enliyi taparıq. Və deyir ki, bu zaman kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliklər, yəni 18 dərəcə şimal və 18 dərəcə cənub enlikləri arasından da belə ekvator çəkirəm. Aralarındakı məsafə miqyası 1 bölünsün 6.660.000 olan xəttdə neçə santim, nə qədər olar? Bir baxırıq. Deməli, 18 şimal və 18 cənub, elə də 36 dərəcə. 36 dərəcəni kilometr çevirmək üçün vuracaq 111-ə. Bu da eləyəcək 3996 kilometr. Miqyasımız da 1 bölünsün 6.660.000-dir. Bunu kilometr çevirmək üçün 5 dənə sıfır silərik və 100 minə bölərik. 1, 2, 3, 4, 5, 4 dənə sıfır sildim, bir dənə də vergül artırdım, elə də 66,6. Həqiqi məsafəni miqyasa bölünən xəttdəki məsafə tapılır. Yəni 3996-nı 66,6-ya bölsək, cavabımız 60 eləyəcək. Yəni B variantı. Dördüncü suala baxaq, əziz müəllimlər. C və C məntəqəsində atmosfer təzyiqi 460, D məntəqəsində isə 580 mm civə sütunu təşkil edir. C və D məntəqələri arasında məsafə 4 cm, yamacın meyli isə 40% olduğunu bilərək xəritənin tərtib edildiyi miqyası müəyyən edək. Əvvəlcə belə bir yamaç çəkək. C məntəqəsi daha hündürdədir, çünki onun təzyiqi daha aşağıdır. D məntəqəsi daha aşağıdadır, çünki onun təzyiqi daha yüksəkdir. Və 580-dən 460-ın arasında 120 mm təzyiq fərqi var. Millimetr. Və 120 mm-ində metrə çevirəsi olsaq 1200 metr eləyəcək. 1200 metr. Çünki barik pilləmiz 10 metrdir. Deyir, onların arasında məsafə 4 cm-dir. Buradan burada məsafə 4 cm-dir. Yamacın meyilliyi 40% olduğunu bilərək xəritənin tərtib edildiyi miqyas müəyyən edək. Deməli, biz tapacağımız həqiqi uzunluğu 4 cm bölüb miqyas tapacağıq. Düsturumuz belədir. Meyillik bərabərdir əgər faizlə istəyirsə. Hündürlük bölünsün uzunluğa vurulsun 100-ə. Burada bizə verilibdir 40%. Yəni 40 bərabərdir. Hündürlük fərqi nə qədər idi? 1200 metr. 1200 bölünsün uzunluğu bilmirik L vurulsun 100-ə. Yəni 40% bərabərdir. Hündürlük fərqi 1200 bölünsün uzunluq vurulsun 100-ə. Burada L-i tapmaqdan ötürü
120 mini 40'a bölərik, bu da eləyəcək 3000. 3000 bizim həqiqi uzunluğumuzdur, 4 sm isə xəttdəki uzunluğumuzdur. 3000-i 4-ə bölsək, cavabımız 750 eləyəcək. 750 metrimizdə miqyasla ifadə eləyəsi olsaq, 1 bölünsün 75 min olacaq, yəni cavab D variantı. Verilmiş əlamətlərə uyğun gələn ərazi üçün səciyyəvi xüsusiyyətləri müəyyən edək. Subtropik iqlim qurşağında yerləşir, litosfer havaların sərhədində yerləşir, günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 22 dekabr tarixində müşahidə edilir. Deməli, şimal yarımkürəsindədir. Deməli, baxırıq, görək bu xüsusiyyətlərin hansı bizə lazımdır. Seysmik proseslərin baş vermə ehtimalı çoxdur. Əgər litosfer havaların sərhədində yerləşir deyilsə, deməli, seysmik proseslərin baş vermə ehtimalı var. Birinci şərti götürürük. Çünki bizə səciyyəvi əlamətləri soruşur. Ona da diqqət eləmək lazımdır. Bəzən aid olmayanını istəyir, səhvə aid olanları seçirik. Mən çox eləmişəm elə, çox təəssüf ki. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Ən yüksək temperatur iyun ayında müşahidə edilir. Dedik ki, bu şimal yarımkürəsidir və şimal yarımkürəsində ən yüksək temperatur iyul ayındadır. İyun yox, iyul. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi bir variantını da silirəm. Qütb ulduzu 58 dərəcə buz altında görünür. Üçüncü şərt yanlış fikir ifadə edir. Belə ki, əgər subtropik iqlim qurşağı deyirsə, 58 dərəcə şimal enində də subtropik iqlim qurşağı olmadığına görə, çünki biz bilirik ki, qütb ulduzunun görünmə bucağı eyni zamanda şimal yarımkürəsindəki coğrafi enliyin dərəcəsini bildirir. Üçüncü şərt yanlış fikir ifadə edir. Deməli, D variantında silmək olar. Sutkanın işıqlı vaxtının ən uzun olduğu tarix 22 iyundur. Şərti doğrudur. Çünki 22 iyun şimal yarımkürəsində ya gündönümü günüdür və şimal yarımkürəsində ən uzun gündüzün olduğu tarixdir. Dördüncü şərt doğrudur. Mövsümü fəsil dəyişkənliyi aidi müşahidə edilir şərti doğrudur. Çünki subtropik iqlim qurşağı deyir. Bütün fəsilləri aidi müşahidə edilir. 5-də doğrudur. Gecə gündüzün adi növbələşməsi pozulur şərti bu da yanlışdır. Belə ki, gecə ilə gündüzün adi növbələşməsinin pozulduğu yer qütb işıqlama qurşağıdır. Bizə isə subtropik iqlim qurşağı verir. Subtropik iqlim qurşağı qütb işıqlama qurşağında yerləşmir. 6-cı şərtdə yanlışdır. Cavab C variantı. 6-cı suala baxaq. Düzgün fikirləri müəyyən edək. Skandinaviya dağlarının mütləq hündürlüyü əjdaha dağların mütləq hündürlüyündən daha çoxdur. Nəzərə alsaq ki, Skandinaviyada ən hündür yer qalxıpik gendi 2469 metr, yəni 2469 metr. Əjdaha dağlarında isə ən hündür yer 3482 metrdir. Bunu xəritədən görmək olar. Deməli, birinci şərt yanlış fikir ifadə edir. Birinci şərtin verildiyi variantları silirəm. Qafqaz dağlarında yerləşən Kazbek zirvəsinin mütləq hündürlüyü 5300 metrə bərabərdir. Qafqaz dağlarındakı Kazbek zirvəsinin hündürlüyü əslində 5033 metrdir. Deməli, ikinci şərtdə yanlışdır. İkinci şərtin verildiyi variantlarda silsək, bir dənə Y variantı qalır. Yerin maqnit sahəsinin formalaşmasının əsas səbəbi daxili və xarici qüvvələrin hərəkətidir. Bəli, onların aralarında maqnit sahəsi formalaşır. Deməli, 3-ü götürürük. Makdonel dağları, yəni bu Avstraliyadadır. Litosfer havalarının konvergent sərhədində yerləşir şərti yanlışdır. Biz bilirik ki, Avstraliya mərkəzində konvergent və ya divergent bir yer yoxdur. 4-cü şərti silirəm. Uran filizi tərkibinə görə çox kasıbdır. Ümumiyyətlə biz bilirik ki, filizin tərkibində metal nə qədər az olarsa, o qədər kasıb sayılır və o qədər qiymətli olur. Daşınması da o qədər əlverişsiz olur. 5-ci şərtdə götürürük. Nauru adasında fosfor ehtiyatları mövcuddur. Nauru ərazisinin təxminən 80% fosfor yataqları ilə zəngindir. Deməli, 3, 5, 6 cavab Y variantı.
7-ci suala baxaq. Cədvələ əsasən doğru sıralar müəyyən edək. Burada dağlar, maksimum hündürlüyü, yarandığı qırışıq mərhələsi və yerləşdiyi yarımkürələr verilmişdir. Appalaç 2037 metr, bəli, Mitchell zirvəsi bu qədərdir. Kaledon Hersin qırışığında əmələ gəlib. Şimali Amerikada olduğuna görə şimal və qərb yarımkürələrində yerləşir. Birinci şərt doğru fikir ifadə edir. Birinci şərtin verilmədiyi variantları silirəm. A və B variantları qaldı. Karpat dağlarında ən hündür yer Gerlachovski ştit zirvəsidir. 2655 metrdir hündürlüyü. Alp qırışıqlığına aiddir və Avropada yerləşdiyinə görə şimal və şərq yarımkürəsində sayıla bilər. İkinci şərtdə doğru fikir ifadə edildiyinə görə B variantında silmək olar. Alp dağları ən hündür yeri Mont Blanc zirvəsi 4807 olması lazım idi, səhv xatırlamıramsa əgər. Burada isə 4442 verildiyinə görə yanlış şərtdir. Kordilyer dağlarında ən hündür yer McKinley və ya Denali zirvəsidir. O da 6194 metrdir. Burada yanlış verilibdir. Skandinaviya dağlarında Qalxapiggen zirvəsi 2469 metrdir. Kaledon qırışıqlığındadır. Və Greenwich'dən sağda, ekvatordan yuxarıda olana görə şimal və şərq yarımkürələrində yerləşir. 5-ci şərt də doğrudur deyə A variantını götürürük. Qafqaz dağlarında ən hündür yer Elbrus zirvəsidir və Elbrus zirvəsi 5642 metrdir, amma burada 5895 Kilimanjaro zirvəsi verilib. 6-cı şərtdə yanlış fikir ifadə edir. 8-ci suala baxaq. El-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Burada Meksika, Anadolu və Dekan yaylalarına aid xüsusiyyətləri seçəcəyik. Deondasiya prosesi üstünlük təşkil edir. Bütün yaylalarda bu belədir. Yəni 4-ə A deyəcəyik. 4-ə A. Aid olduğu ölkə federativ inzibati ərazi quruluşuna malikdir. Şərti Dekan yaylası Hindistanda, Meksika yaylası Meksikada, Anadolu yaylası isə Türkiyədədir. Deməli, Meksika və Hindistan federativ olduğuna görə 5-ciyə B deyəcəyik. Burada artıq B variantını, C variantını və Y variantını silmək olar. Yəni 4-ə A, 5-ə B verilməyən variantları silmək olar. Qaldı A və D variantları. Geosignalda yerləşir. Şərti burada Meksika və Anadolu yaylalarına aiddir. Deməli, 2-ciyə C olacaq. Fəaliyyətdə olan vulkanlar mövcud deyil. Şərti 6-cıya aiddir. Belə ki, nə Anadolu yaylasında, nə də Dekan yaylasında fəaliyyətdə olan vulkan yoxdur. Amma Meksika yaylasında Popocatépetl və Kalima kimi fəaliyyətdə olan vulkanlar var. 6-ya D. Deməli, 6-ya D. Çayları Atlantik və Hind okeanı hövzəsinə aiddir. Burada Anadolu yaylasından başlayan Yaşılırmaq, Qızılırmaq çayları Qaradənizə tökülür. Qaradəniz Atlantik okeanına aiddir. Dəzlə və Fərat çayları da aiddir Hind okeanına. Deməli, 3-cüyə Y deyəcəyik. Və aid olduğu ölkə BRICS ölkələrinin qrupuna daxildir. Burada Dekan yaylası Hindistan ərazisindədir. BRICS-də də İ hərfi ilə verilən İndiyadır. Yəni 7-yə F deyəcəyik. Mevzu qırışıqlığı vilayətinə aiddir. Şərti isə Meksika yaylasına aiddir. 1-ciyə G deyəcəyik. Cavabımız D variantıdır. 9-cu suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Fazal qazıntının adı, yerləşdiyi yataq və yerləşdiyi fiziki coğrafi rayon soruşulur. Polimetal yatağı Kastağ, Zaqatala, Lahıc ardıcıllığı doğrudur.
Bizə doğru sıralar istədiyinə görə 1-i götürərik. 1-in verilmədiyi variantları silirəm. Qızıl yatağı Qoşa Gədəbəydədir. Burada isə vulkanik yayla verildiğine göre yanlışdır. Deməli, ikinci şərtin verildiği variantlar silinməlidir ki, A və D variantlarında silinibdir artıq. Civə yatağı Narzanlı. Narzanlı civə yatağı Laçın rayonundadır və o vulkanik yayla fiziki coğrafi rayonunda yerləşir. Üçüncü şərt doğrudur. Üçüncü şərtin verilmədiyi Y variantında silirəm. Barit faydalı qazıntısı Başqışlaq yatağında yerləşir. Daşkəsən rayonundadır və o Gəncə fiziki coğrafi rayonunda yerləşir. Dördüncü şərtdə doğru fikir ifadə edir. Deməli, dördüncü şərtin verilmədiyi C variantında silsək, qalır 1, 3, 4. Gips faydalı qazıntısı Ağca kənddə yerləşir Goranboy rayonunda. Amma bu Qarabağ fiziki coğrafi rayonunda deyil. Kükürt kolçedanı Toğanalı yatağında var. Göygöl rayonu arasında. Göygöl rayonu isə Günüt Qapıçıq fiziki coğrafi rayonunda deyil. 6-cı şərtdə yanlışdır, cavab B variantı. Respublikamızın ərazisində axan hansı çayların qidalanmasına yeraltı suların üstünlük təşkil edir? Buraya biz Həkərini, Qanığı və Türyan çayı aid edə bilərik. Cavab Y variantı.